Salamlar. Bugün DİM 2025-ci il 6-cı sinif test toplusundan ikinci bölmə A variantının 5-ci sualından axıra qədər olan sualın izahını sizlər üçün bölüşəcəm. Gəlin başlayaq. Bizə bir məktub verilib. Hi, I am the director of Teen Club. I am 26. I like working with teenagers. They are fun, but they are also shy. I love them. Deyir ki, salam, mən yeniyetmə komandasının, klubunun rəhbəriyəm, 26 yaşım var və yeniyetmələrlə işləməyi sevirəm. Onlar əyləncəlidir, lakin həmçinin utancaqdır. Mən onları sevirəm. Gəlin baxaq varianta. Yazan isə Paul'dur. Paul Chan is very shy. Paul çox utancaqdır. Xeyr, mən əvvəlki videolarda da qeyd etmişəm bu mövzuda. Məktubu yazan odur və o utancaq deyil, tələbələrin utancaq olduğunu qeyd edir. Qrupun head başçı deməkdir. Başçısıdır. Bəli, director və head sinonim sözlərdir. Düzgün cavabımız olacaq elə B variantı. Paul Chan yeniyetməli deyil. Yeniyetməli Paul'u sevir. Xeyr, o onları sevir və çox gülməlidir. Xeyr, haqqında yazdığı şəxslər, yəni tələbələr gülməlidir. Hi Sandra, Angelina is a Hollywood actress. She lives in California. She does a lot of work. Angelina travels around the world to help poor people. I want to be a charitable person too. Charitable yəni xeyriyyəçi deməkdir. Deyir ki, mən də xeyriyyəçi insan olmaq istəyirəm. Burada Angelina Jolie nəzərdə tutulur. Angelina Jolie Kaliforniyada yaşayır və o çox şükürdür. Dünyada kasıblara kömək etmək üçün gəzir, səyahət edir. Mən də həmçinin elə bir xeyriyyəçi insan olmaq istəyirəm. Deməli, məktubu yazan Doradır və Sandraya yazıbdır. Deyir ki, Sandra həmçinin xeyriyyə işi görür. Belə bir məlumat yoxdur. Angelina aktrisadır və Avropada yaşayır. Gəlin bunu saxlayaq. Əslində Hollywood yazıbdır burada. Dora həmişə kasıblara kömək edir. Xeyr, Angelina kömək edir. Dora Sandraya Angelina haqqında danışır. Bəli, olacaq cavab D variantı. Çünki Hollywood Amerika kimi gedir. Amma Avropa başqa yerdir, yəni uyğun gəlmir. Dora Sandraya Angelina haqqında danışır. Dora Kaliforniyada yaşayır. Xeyr, düzgün cavab oldu D variantı. Deməli, at the Happy Village in Taiwan children arrive at the end of their normal school day to spend time speaking English and having fun. The village has a shop, restaurant, airport, cookery room and dance studio. Children work with foreign teachers. Deyir ki, Tayvan uşaqları deməli İngiliscə danışmaq vaxtının və əylənmək vaxtının sonuna gəlib çatdılar xoşbəxt kənddə. Bu kənddə mağaza, restoran, hava limanı, yemək bişirmək otağı, bir də rəqs stüdyosu var. Uşaqlar xarici müəllimlərlə işləyir. Gəlin deyək, düzgün cavabı tapaq. Tayvanda Happy Village, xoşbəxt bir kənd var. B-də deyir ki, uşaqlar yerli müəllimlərlə ingiliscə danışmağı xoşlayır. Burada isə foreign yazıbdır. Bu yerlidir. Yəni, misal üçün, bir uşaq Amerikanlısı, Amerikan müəllim. Amma foreign xarici, yəni başqa millət. İndi isə deyir, C-də kənd xoşbəxt kənddir, çünki xarici müəllim yoxdur. Bu yanlışdır. Uşaqlar tez-tez xarici müəllimlərlə danışmaq üçün go to cookery room, yemək bişirmə otağına gedir, əlbəttə ki, yox. Daha sonra uşaqlar Tayvanda İngiliscə yaxşı danışa bilmir, xeyr, yaxşı danışır. Elə düzgün cavab olacaq, deməli, A variantı. Tayvanda xoşbəxt kənd var. Bəli, düzgün cavab olacaq. Deməli, A variantı. Gəlin baxaq indi biz mətnə. Floating markets are popular places for tourists in Thailand. Ümumi mən sizə üçün belə deyək, tərcümə edəcəm. Elə birinci sözün tərcüməsini özü yazıbdır. Diqqət edək. Üzən bazarlar Taylandda turistlər üçün məşhur məkanlardır. Üzən bazarlarda çoxlu kiçik qayıqlar, təzə meyvə və üstlərində deməli yüzlərlə qayıqlarda tərəvəzlər var. Qayıqlar çay boyunca sakit bir şəkildə üzür. Sən deməli bu qayıqlarda ənənəvi geyimdə Tayland, yəni qadınlarını görə bilərsən və üzən bazarlar saat deməli 7-nin yarısı, səhər 7-nin yarısı erkən açılır və bazarlar açılmamışdan əvvəl fermerlər fermadan tərəvəz və meyvə dərirlər. Sonra qadınlar tərəvəz və meyvələri qayıqlarda satır. Bəs nə üçün onlar bunu qayıqda satır? Store bazarda, yəni marketdə yox. Çünki deyir ki, kanallar var və insanlar kanallardan küçələr kimi istifadə edir. Və mərkəzi Taylandda su içərisindəndir, su boyunca, daha doğrusu
Has water throughout. Bəli, su içərisindən, yəni yolu var. Farmers have their farms near these canals and it is easy to sell their products on boats. Fermerlərin də fermaları bu kanallara yaxındır. Niyə yaxın deməkdir? Buraxılış imtahanda düşmüşdü. Sinonim, antonimi isə olacaq far, yəni uzaq. Deməli. Və bu da qayıqlarda tərəvəz, yəni məhsul satmaq üçün asandır. Çünki fermerlərin yeri kanala yaxındır. Və üzən bazarlarda sən hər bir şeyi pulla ala bilərsən və yaxud satıcının məhsulu ilə məhsulunu dəyişə bilərsən. Əgər sən açsansa, qadınlar sənə xidmət göstərir və sənin üçün nəsə bir şey bişirir. Gəlin baxaq, bizdən düzgün cümlələri seçməyimizi istəyir. Deyək ki, küçə və yoxdur, kanal səhvdir. Qadınlar meyvə və tərəvəz satır, düzdür, bəli, korrekt. Sən çay boyunca çoxlu qayıqları görə bilərsən, düzdür. Bir də deyir ki, the boats are very big and sailing fast. Deməli, deyir, qayıqlar çox böyükdür. Xeyr, burada baxın. Small. Burada yazılma big. Olmaz. Ona görə 4 də çıxdı, yəni cavab qaldı 2-3, yəni D variantı. Mətn nə haqqındadır deməli? Taylandda meyvə tərəvəz yox, Tayland qadınlarının həyatı yox, kanallar yox. Əlbəttə ki, Taylanddakı məşhur yerlərdən biri, yəni üzən bazarlar haqqındadır. Gəlin indi baxaq, deyir ki, səhvi seçin. Üzən market, üzən bazar nədir? Bu da elə bir yerdir ki, deməli turistlərə satırlar, xeyr. Qadınlar demək bir şey yox. Bizdən düz səhv istəyir bir dəqiqə. Deməli, çayların yanındadır, C düzdür. Sən you can cook something for you. Bu da qadınlar nəsə bişirir. Bəli, nəsə satır turistlərə, düzdür, düzdür. İnsanlar qayıqlardan məhsulları düzdür. Bu da D-dir. Səhv D-dir. Sən özün üçün nəsə bişirirsən. Amma burada baxın, bir dənə. If you are hungry, the women can serve you and cook something for you. Qadınlar edir onu, sən özün eləmirsən. Ona görə deyək, bizim səhv cavabımız hansı oldu? D variantı. Çünki burada you deyir. Bəli, 11-də deyir ki, cümləni mətnə görə tamamlayın. Women sell their products on the boats. Qadınlar məhsulları qayıqlarda satır. Çünki kanallardan küçə kimi istifadə edirlər. İnsanlar deyir ki, bazarlıq üçün marketə getməyə xoşlamır. Yox. Deyir ki, məhsullarını qayıqlarda satmaq asandır. Bəli, 1-3. Bir də deyir, çoxlu bazarlar var yollarda. Bu düzgün cavab deyil. Yenə bizdən tutunu istəyir. Deyir ki, insanlar üzən bazarlarda istədilər hər şey tapa bilərlər. Fermerlər marketlər açılandan sonra. Baxın, bu da sonra deyir. Hamısını sizin üçün qeyd edirəm. Deyir, meyvə və tərəvəzlər. Amma burada əvvəl deyirdi. Before deyirdi, burada hardasa. Bəli, tapdım. Before. Ona görə də burada biz deməli ikini çıxırıq. The women can also prepare healthy and fresh food on the boats. Burada deməli biz baxsaq, bəli, 1 və 3 düzdür. 1 və 3. 4-də half past 6 deyir. Yəni 6:30. Deyir, görə bilməsən heç kim, amma 6:30-da açılır. Ona görə də doğru cavab olacaq 1-3. Gəlin baxın indi qrammatika suallarına. Deməli, biri feildən əvvəldir, biri də isimdən əvvəldir. Feildən əvvəl biz nə qoyduq? Şəxs əvəzinin adlığı alır. İsimdən əvvəl nə qoyduq? İsimdən işləyən yerli əvəzi, aslı yerli əvəzi. Deməli, bu aslı deyil. Feildən əvvəl ad var, həm də adla şi işlənməz, ay işlənməz, hi işlənməz, qaldı ye. V ilə ad işlənir və isimlə də av işlənir, düzdür. Deməli, bizdə E artiklı var, sayıla bilən tək ismi göstərir. Cümləmiz də nəqli cümlədir, olacaq elə A variantı. Sual olsaydı C olardı. İsmi yerli yanlı istəyir, has got yerli hal deyil. Cümləmizdə başqa feil yoxdursa, bu is ing-dir, bu buraxılışa da düşür, deyil. Bu isim gəlməyibdir. 10 years old, 10 yaşı var deməkdir, yəni isdir. Deməli, bu da izdir, çünki söz onu gəlibdir. Amma B-də Jack-in ailəsi isim gəlibdir. Həm də başqa feil var. Görürsünüz, Jack-in ailəsi Şotlandiyada yaşayır. Deməli, usually indiki sadə zamandan işlənir. Yəni, present simple-ın zaman zərfidir.
present simple tense formsun. Adətən dərslər softball oynayırlar. Plays olmaz çünki onlar var burada. Gəlin baxaq indi suallara deyə cavab verin. Nə ilə sual vermişəmsə ondan cavab verməliyəm. Burada Yoya sual verib, yəni sənə. Mən də məndən cavab verəcəm, yəni B. 3-ə B-ni tapdısa cavab çıxır. 1-ə C-dir. Deməli, your teacher she-dir. Is English cansızdır, ona görə də itlə olur. Yəni 2-yə də A. Gəlin bax indi cümlə qurmağa. Biz swapped qaydası demişdik. Subject, verb, object, place, time. Yəni mübtədə xəbər, tamamlıq, yer, zaman. Deməli 10 Sundays axıra qoyacağıq. Week-onu elə birinci qoyacağıq. Mübtədə xəbər gəlibdir. 10 Sundays axıra qoyuruq. Belə bir variant sadəcə B-dədir. We go to the cinema with our parents on Sundays. Bəli. Belə olmalıdır. Çünki birincinin olduğu başqa bir variant yoxdur. Məsələn, bunu qoysaq, zaman yer axırda gəlir, zaman birinci, amma olmaz. How often nə tezlikdə deməkdir? Nə tezlikdə? Məsələn, mən buna deyə bilmərəm ki, Monday, yəni bazar ertəsi. Amma every Monday deyə bilərəm. Hər bazar ertəsi. Yəni, davamlı bir hərəkət istəyir məndən. Nə tezdə? Baxın, səhər. Bir dənə səhər olmaz, indi olmaz. Baxın, bazar günü. Görürsünüz, mən dediyim Monday. Olmaz. Today bugün olmaz. Once a day. Gündə bir dəfə. Hər gün yəni. Gündə bir dəfə. Bəli. Burada mənim xəbərim addır. Woman, boy, teacher, student. Hamısı təkdir, hamısı izlə işlənir. Amma children cəmlədir deyə A olacaq. Düzgün variantı istəyir bizdən və çox maraqlı bir sualdır. Deməli, gəlin baxaq. Bütün mübtədəmiz English teacher'dır. Biz bunu qabağındakı artiklana bilirik ki, təkdir. Və təklə ad yox, iz olardı. Is an English teacher your mother? Deyir, İngilis dili müəllimi sənin anandır. A variantı səhvdir. Daha sonra biz burada əgər sualımız dir vasitəsilə düzəlirsə, bu to be-dir. Bu onsuz da does deyil. Does etmək deməkdir. Gəlin does-ı donu çıxaq. Yenə ad olmaz, çünki maddə təkdədir. Olacaq D variantı. Deməli, burada mən demişdim ki, but varsa ziddiyyətdir. Can'in də ziddiyyəti avtomatik can't olur. Yəni, bilmək, bacarmaq, bilməmək, bacarmamaq. Ona görə gəlin, deməli, ikisini çıxaq. Can'dən sonra to gəlmir, gəlin çıxaq. Bunu da çıxaq. Deyir, qardaşım danışa bilir, amma bacım danışa bilmir. O balacadır. Burada da little, balaca mənasında istifadə olub. Yəni, yaşca balacadır. İndi isə bizə antonim, yəni əks mənalı istəyir. Noisy səs-küylüdür, quiet isə sakitdir. Bu axırında T var ikisinin də. Mən sizin üçün bir dənə qeyd edeyim, deməli. Bu T-la bilin ki, bu sakit deməkdir. Amma digər var bu, deməli, quiet. Bu olduqcadır. Quiet sakitdir, quiet olduqcadır. Düzgün variantı bizdən istəyir. İsmin qarşısından birdən yuxarı müddət sərbəst isim cəmdə olmalıdır. Bu isə 2-4-də öz əksini tapıb. Pencil təkdə, notebook təkdə, lazy təkdədir. Cəmdə olması üçün sonlarına S artırmaq lazım idi. Düzgün sonim cütlüklərini seçin. Gəlin baxaq deməli. Nice, pretty, gözəl, xoş olacaq. Old, new antonimdir. Köhnə, yeni, big, small, böyük, balaca antonimdir. False, wrong, bəli, hər ikisi səhv deməkdir. Large, big, hər ikisi böyük deməkdir. Large daha çox genişdir, amma sinonim kimi 1-4-5 gedir. İndi isə gəlin ən az 35 sözlük bir essaya baxaq. Deməli, burada anası ilə oğlu bir gün hara gedirlər? Bazara. Deməli, one day, gəlin uşağa ad verək biz. One day deyək ki, Mike, mən daha çox İngilis adları yazmaq üstünlük edirəm. Siz İngiliz adı yaza bilərsiniz. Mike and his mother were doing shopping var. Bazarlıq etmək. Were doing shopping. Bazarlıq edirdilər. They were in the market ilə yaza bilərik. They bought, yəni aldılar. Important things. Important food for them.
Gəlin sözlərə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. For them. Daha sonra gəlin elə buradan yazaq. Then they went home ya da they arrived home yazaq. Çatdılar evə. Arrived sözü 6-cı sinif sözüdür. They arrived home. Deməli, Mike helped, Salah düzəldildi, o da helped his mother to make a salad. Bu neyini deməli, göy-göyərti falan əlavə edib də. He put deməli some greeneries, yəni yaşıllıq. And səsimə görə özünü sayın. And tomatoes on the plate. Ya da on the bowl yazaq, çünki o kasəyə qoyur orada. In the end, he mixed, deməli qarışdırdı da. He mixed salad with oil. Yağla qarışdırdı orada. Zeytun yağı olar yəqin ki. With oil. It was, de salad da yaza bilərsiniz. Salad was so yummy. Gəlin baxaq, demək 20 söz saymışdıq da. 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 35, 36, 37, 38, 39, 40, 41. Bu bol sözdür. 42, 43, 44. Deməli, sonra buna yazmışdım. In the end, bəli. In the end. Yəni keçdi 35 söz, 35 plus söz oldu. Daha çox aydın izahlar üçün kanalımı izləyə bilərsiniz. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videoda görüşəndək.